İyi ki bu Nettaf'ın bir famili varmış. Cevahiname verirmiş, imtihan alarmış. O zatlara diyemiş yazcım Davud. İki tane babına yazsaydı, özün eline kitap vardı. Davud'u bir babına yazmışlar, dedi bakıyor. Davud bir babına olar. Düştün ki. O da yalvarırdı ona, pul verirdi, onu kabul ederdi. Eğer bir babına yazsaydı, özün ayrı kitap vardı da Davud'u iki babına yazmışlar. Bir babı. Sen Galata'da tutsan Davud'un iki babı var. Ondan bir pula vardı, ona da nasıl verirdi? Bir daha da Vedut vardı, o da şahidim vardı. Vedut. Vedut Tahir'in yanında şeydi, Melkanlı. Evet. O da ben gönderdim şey yazardım, Vedut. Hatta bir de içine atıyorum, yani U, içine attı, U, bir daha da U gene. Ve, hop. Ağlar, cələsiyə qəbl bayramdan qabaq Oşluqda aid ideolojinin o ehsanında ki Şəməşsər dostlarımız vardılar. Orada racə bir zəbanə hal danışdıq müfəssəl. İndi də haca buyurdular. Zəbanə hal bir mühim bəhsdir. Xülasəsi budur ki, insanlar cahdan öz sözlərini heyvanatın, mövcudatın dilicə deyərlər və onların o danışığına, dillərinə deyərlər zəbanə hal. Neçə dənə məna və məfhumu var zəbanə halın. Bu bir mənasıdır. Adamdan əvəzinə mövcudatı, təbiəti danışdırırlar. Adamların əvəzinə heyvanatı danışdırırlar. Heyvanatın ağzına söz qoyurlar. Onlara danışdırırlar. Onların dilicə mətləb deyərlər. Buna deyirlər zəbanə hal. Mutludur. Heyvan, ciyah, insanın yeyinə danışır mı mənası zəbanə haldır. Bu bir mənaya zəbanə hal. Zəbanə halın bir ayrı mənası da var. Deyir ki, indi bu təbiəti, məsələn, bir can. Məsələn, bu qab, bu şişə, o fəş, o güllər. İndiki dillər yoxdur, danışmırlar ki. İnək, qoyun, onlar danışırlar, danışmırlar ki. Özlərinlə də danışırlar, bizimlə danışmırlar ki. Diqqət edin. Əgər var ha. Əgər onların bizim kimi dil olsaydılar, onlar nə deyərdilər? Əgər bu güllərin, bu sapların, bu cirehlərin fəzlə Allah onlara dil verə, onlar nə deyərlər? Biz həc sıfırıncaq nə deyərlər? Məsələn, indi biz həc vuruq ki, indi bu cirehlər deyərlər ki, məni tarixi tolidimdən məsələn 12 il, 12 ay, 11 gün keçir. Yoxsa. Dili olsa deyər ki, məni toxuyanın əqli var idi. Deyər ki, məni bir dənə məsələn bir yetim qız toxuydu. Dil olsa bunlar deyər də, onun usta pulun vermədi. Onlar boşluq düşdülər. Nədir? Kulli mazərat nəql elə də, dili adam şimdi olsa bizi danışar da, sərgüzəşt deyər, tövzihat verər. Bəli, onda indi demir ki, indi bir cəli deyir ki, bu cerehlər, bu birisi cerehinə buzu danışır. Yəni onları qoy adamın yeyinə deyir, əgər dil olsaydı buzu danışardı, bu söhbət elədi. Bu da bir mənayı zəbanə hal. Ayrı mənası da var. Zəbanə halın bir mənası da budur ki, iki dənə ərzə, indi üçüncü mənayı zəbanə hal. Ki, irfanda bir işlə ona qaildilər, betəbə ədyan, ki, bunlar həqiqətdə dilləri var, danışırlar.
Vəli biz onu təşxis vermirik. Danışırlar. Və iddiaya bəzi ariflər budur ki, bunlar mükaşifəli ilə onu eşidirlər. Ariflər deyirlər, iddialar var. İrfanda yeki az iddialar budur ki, deyir ki, mən eləyə billər. Mükaşifəliyəm, ya filan ustad mükaşifələdir. Məsələn, Əbulhəsən Xərəqani halatında var, Cəli. Henüz məsələn ayrı bir arif dünyaya gəlməmiş, deyir ki, o bu sözlər deyir. O dədəsinin belində. Qədim deyərdə bir şey, uşaq dədənin belindən gəlir. Dədəsinin belindədir, mənlə danışır. Və deyir, mən onu şuhud eləyirəm. İndi bunlar düzdür, qələtdir, xahiş edirəm bu vadiyə varid olmayaq. Amma bu da bir mənaya zəvanə haldır. Yine ayrı mənalar da var. Bu üç tane mənanı yadımıza saxlayaq. Mevlana bunları yığıb bir yerə, bu da bizə tozih verir. İcazənizlə bu müqəddimatdan sonra tuğlarımızsa bəşlərsiniz. Adəti öz böhlüzündən bəşlər. Gedək mətnə. Bəs indi biz mətni ki oxuyuruq, bu qismət oxuyuruq ki, elə bir Mevlana'ya etiraz ediblər. Bunda gedək 3 beyti qəblə ki, Ayə Pur Buzurg oxudu, Ayə Pur Sultan'dan başlamadı. Ey berader, qisse çon peymane ist. Məni əndər vey, misal dane ist. Deyir, bizə məna mühimmidir, dane mühimmidir ya zərf, məzruf mühimmidir ya zərf, məzruf da. Düzdür, indi gahdan da zərfə də əhəmiyyət verirlər. Amma əsasda məzruf mühimmidir. İndi bizə məsələn sikkə verirlər. Bir 10 dənə sikkə verirlər. O 10 dənə sikkəni qəşəng qabda versin, bir dənə məsələn kağız arasında da versin də. Bizə elə mühimmidir ki. Amma bir dənə qəzanı verəndə, indi istəsə bir dənə məsələn bizə bir yeməli bir şey, içməli bir şey verəndə, görümüzdür ki, onun qabı da qəşəng olsun da. Ama naçar halatda o mühimmidir ki, ver gəlsin, ver içim. O demişdi, ha, adın getirme, koy belim. Qarı bu muğiyyətə. Mevlana deyir ki, mühim məzrufdur. Zərf mərhələ-i dovvumdadır. İndi məsələn sən saman içində buğda var. Deyəcəksən ki, buğda mühimmidir, saman nə üçün? Deyək, baba, samansız buğda olmaz ki. Buğdaya xatircə samanı qəbul eləyəsən. Məğzə xatir pustu gəh qəbul eləyəsən. Gidəkən məğzənə xatir neçə dənə pustu gəh təhəmmül eləyəsən. O pust olmasa şək bu məğz olmaz ki. Vəli hərsən ki əsas məğzidir. Amma o pust da naçarancə olar. Ey berader, qisse çon peymane ist, məni əndər vey misal dane ist. Ərziş dane mühimmidir ya ərziş cildi dane? Xeyr, ərziş dane balatərdir. Deyir, dastanlar da o cürdür. Dane məni becirət mərdə əql. Aqil adam mənaya fikir verər. Zahirə yox, da kim dedi, heyvan dedi, canavar dedi, adam dedi, oya çox fikir verməz. Nəncərət peymanə ra, gəşt nəql. Əgər dastan nəql oldu, bir nəfər dastan dedi, da oturup da ciy verməz, bu Əfrasiyat kimidir, Söhrab kimidir, Rüstəm kimidir. O məfhuma təvəccüh elər. İndisi başlasın. Macerayı bol qol quşlar. İndi mən önce deyim, mənim söhbətim yerinə düşər. Bir dənə macera deyirəm. Gülünəm, bülbül danışıb. Gerçi goftiniz. Həqiqətən yox, bu cür bir ittifaq düşməyib. Vaqəən Kore zəmində gülünəm, bülbül danışmayıb. Gerçi goftiniz. Anca aşkar. Əlbəttə, aşkar qoftəqu yoxdur, ha? Batində bəlkə danışırlar. Çünki irfanda etiqad bunlardır ki, batında söhbət edirlər.
این سخن گفتن به زبان حال و فهم کردن ها çok ساده. ماجرای شمع با پروانه تو بشنو. اینو توجتی از یک شعر اول تو ماجرای شمع با پروانه بشنو و معنی گزین زفزانه تو. Bu əfsanədir. Yalandan özümüz tövlid eləyirik. İstəyək bir dənə mənanı deyək də. Bu da bir rəvişdir də. Bu da bir səbkidir. Gerçi gofti نیست. Bu da bir dənə kəlmə zahirə qoyacağıq. Gofti yəni goftəni, goftari. Zahirən bir goftar yoxdur. Heç əsən belənki bir şey mümkün olmayıb aləmdə. سر گفت هست بیدن ولی گوزخ جولنه ولی راز گفتگو var yani eğer bu şam'ın pervaneninin dili olsaydı labucu danışırdı da veya şayet de labucu danışır biz bilmiyoruz. Hin به بالا پر آقای محترم hin yani آقای محترم به بالا پر یعنی اصل مطلب فیچوی به بالا پر یعنی اصل مطلب فیچوی مپر چون zoğde pest چی verme zoğde kimin sərсəfə şeylərə fikirləmə payında seyirləmə yəni gənə fikir vermə ki niyə məsələn cidəşan dedin niyə badam dedin niyə zeydi dedin niyə əmri dedin baba bunlar misaldır. Misalın zahine təvəssü eləmə, həqiqətə təvəssü elə. İndi Moğlana birdən yadana düşür ki, bax bir danışıqda deyirik ki, goft şətranc oynayırlar. Goft yəni şətrancbaz goft. Şətrancbaz düşübdür. Goft در şətranc çin xane rux است. Şətrancbaz bu 64 xanədən bir dənə xanəni təyin edib deyib ki, bu ya Roxun xanəsidir. Elə buzu deyirlər də, deyirlər bunlar sərbazın xanəsidir. Bura qəl'ənin xanəsidir. Bu ya vəzirinçidir. Bura şahınçıdır. Şətranc oynayanlar hamı bir də şətranc başarıydı. Yox. Yox, hamı başarı. İndi şətrancda o möhrənin hərəsinə bir dənə xanə təyin eləmişik də, bir dənə Rəbbə. گفت شطرنجباز گفت در شطرنج oynayanda çin خانه رخ است رخ یعنی گله گفت bir dənə fuzulbaşı özün cicliyə vuran ya cic adam ki orada dörbərdə ya sidə şətranc döyüşə خانه از کجاش آمد به دست sən dedin bu رخun evidir deyəcəm bu evi hardan gətirib Sen diysen bu şatran ruhun evidir. Xane ra bexrid bu ruh evi alıp da öz alıp sen diysen bunun evidir ya miras ya dedesinden kalıp İsi şatran diyor yaşa ha. Diye bu sefehliydi da bu cicliydi da Mühim məsələsində şətranc oynamaq ki, bir mühim bir iş istəyir, buna şətranc öyrədək. Bu da ki verir. Demişik ki, bu xanələr yadında saxla. Bu 16 dənə möhrən yer bu cürdür. Bura vəziyyənçidir və filançidir. Orada qalıbdır. Fərruxan kəs ku suye məniş tab. Xoşbəxt o adamdır. Huşlu başlı adamdı. O adam şətranc öyrəşəcək ki, əsl mətləbə fikir verə. Da qalmaya fikir ki, dedik ki, bu ya şətranc ruhun evidir. Fikir qal oyda ki, bu evi hardan gətirib. Deyim mınata, indi bu təxtə siyahı deyirəm. Qof nəhvi, nəhvi yəni alimi qrameri ərəbi. Zeyd əmrəngəd zərəb Bu cümləni dəyişib, yəni zərəbə Zeydun əmrən deyəcəkdir. Müəllim onu şeirə çəkib bu cür olur. Deyir,
qramer ustadı belə dedi ki, Zeydun əmrən qəd zərəb, yəni zərəbə. Zeydun əmrən, o qəd də برای o şerin cüyləlməndən ötüydü. Diye oyda o cişgulu çotuğu burada isti Arap öcəşə gofت çunə şərd bi cürmi ədəb. Bu Zeydin əmrin ki cürmi yox idi. Zeyd niyə onu vurdu, ədəb elədi? Çünki məmulən ədəb eləməyə də vurardılar. Burada ədəb olsun. İndi o Arap öcəşən ki verdi ustada. Diye abi əmrin günahı nə mənədir? O ki günah eləməmişdi. Cəh qabaqda deyirdin ki, əmr, məsələn, günah elədi, Zeydə gəldi onu vurdu. Elən ki, bir söz demədin ki, birdən bir şappadan şübbamı niyə vurdu? Diqqət edin oxumana, əmr oxuyası yox. Əmro yox ha. Əslən, vabı oxumayası yox. Çünki Ömər ilə iştibat düşməsin. Əmra. Zormeş çebod kan Zeyd خام بی گناه او را بزد همچون غلام. Bu Zeyd خام Zeyd خاوندیش bu filan filan şuda Zeyd bu emri niye vurdu? Sen bana tozih ver. Zeyd xavendi بود. Bəli? Zeyd Zeyd خام. xamendiş. Yani mənası xamendişdir. Vəli o mənası budur ki, yaman deyib də, bu filan filan şuda Zeyd. Bu da yani xamendiş yani bişur. Bu bişur Zeyd, bu biçare, bir günah emri niye vurdu? Gov, ustad deyir ki, gov yani ustad dedi. این پیمانه معنی بود. Baba bu cümlə bir peymanədir, mənadan ötürü. İşte bir mənanı elqa eləyək. Ya feil nədir, fail nədir, məful nədir? Bu misaldır, minbab misal. گندمی بستان که پیمانه است رد. Necə mühim gəndumdur, peymanəsi mühimdir. Burada da mühim mənadır. Zahirə çox təbəssüm eləmə. Ci vermə zəvahir əlfaza. Zeyd و امر بس توجه olsun همیشه امر okuyacağıq onun yanında bab olsa ta Ömer'le iştibah olmasın. Zeyd و امر از بهر اعراب است و ساز. Saz yani saxtar cümle düz olsun. Bəran ki saxtar cümle düz olsun, misalımız düz olsun, bu qəvaət yerinə getsin. Bunlar baba misaldır. E'rab yani o hərəkələr qoymaq. گر دروغ است آن تو با اعراب ساز. Düzdür, əsli qəziyyə yalandır. Biz də biliyoruz ki, Zeyd əmri vurmayıb. Bunu misalda dedik da, sən mənaya fikir ver. Zahirdə gir eləmə, zahir gəra olma. Mevlana neçə dənə mətləb istəyir bu da bəyan eləsin ki, bir də mütəəssifanə dindarlar, bir də Məsnəvi tərəfdarları, bir də məsələn Məsnəvi xanlar filan. Elə bu zəvahirdə gir deyiblər. Vaqiən dindarların mühimmitlərin amili bəxtlikləri zahir gərayıdır. Elə Qur'anda bu cüdür da, Qur'anda məsələn bəzi mətalib işlədir, o zahir gəralar girib də. Deyir ki, Câə Rabbukə vəl mələikətü səffən səffə. Ədəbiyyat hiç tanımıyor mərdum. Ədəbiyyat yəni o ki mərdum necə danışır, o ədəbiyyat. Mila ki ədəbi bu adətin üzründə mən cəsarət eləyəm. Mila ki bir mətn ədəbi, mila ki ədəbi danışmaq, bu da ki ammi mərdum necə danışır. Ədəbiyyat yəni o. İndi hər zaman da bir şey moddur. O yəni ədəbiyyat. İndi bir də civellərlə burada təhacümü fərhəng oldu. Orada kəlməni məsələn, gətdin, niyə xarici kəlmə qoydun? Hətta adıldan söhbət elədi, onlara bircə həssasiyyət nişan verirlər.
İndi o ədəbiyyat budur ki, indi məsələn mod olub deyirlər ki, məsələn bəzi kəlamat işlədilər ki, sabığı iş mod dəldi. Deməyəcək şu ilə. Elə indi o oluyor ədəbiyyat. İndi məsələn danışanda deyir, akantım var. Akantı niyə işlətdin? Hey mürəttəbi kəlamatı dəyişirlər. Niyə telefon dedin? Niyə ne bilirəm mobil dedin? Niyə məsələn helikopter dedin? Niyə nə mənə dedin? Onu hey istilə dəyişsinlər. Baba da o dünyada çox oftadadır. Onu dəyişmək, yəni pəncəzədən bər surət aftab. O gün kimin dünyada yerinə düşür. Onu dəyişməzlər ki. 18 milyard xəzinəsi. خب پس بید اخیا زید و امر از بحر اعراب است اعراب یعنی قواعد گرامر زید و امر از بحر اعراب است و ساز istiyor ki ساختار جمله دیگه گر دروغ استان تو با اعراب ساز bir فعل emrede de böyle qabaxdakı saz yani sazokar. Deyirsən ki, baba, eyrabı düşün ögəş, fikri ver, əsli mətləbə. Qoft, o ciş ya özün cicliyə vuran, ya bic danışçı dedi ki, ni olmaz, qəbul deyil. Bu sözlər, yəni əmrə, ustad, sən gəlir mənə sabit eləyəsən ki, bu əmri neyniyib ki, Zeyd onu vurub? من آن ندانم امر را زید چون زد بی گناه و بی خطا شد از نجا خودم اون مصرع بعدن چیده امر را بس امر خودم ها امر رو یخا امر را زید چون زد بی گناه و بی خطا gördü bu el səhmidi ha. Bunda ki öz yolu ilə vardılıq. گفت از ناچار و لاغی لاغی yani şuxluq. Bu ustad naçarçılıqdan və şuxluğa saldı, belə dedi, bərquşud. Bərquşud yəni zəban bərquşud, dilin açdı, belə dedi. Əmr, hamısı əmr oxumuşam ha. Yek vav fuzun dozdiydi bu. Deyir, bu əmrdir, heç o vavdan söhbət olmuyor ki, bir dənə vava uğruyubdur. Və sarıqdır da, sarıqı vurarlar da. Zeyd vaqif gəşt, dozdəş ra bezəd. Zeyd bildi ki, bu sarıqdır, onu tənbihlədi. Çünki az həd bordu, ura həd zəd. Bu həd əmr ha. Əmr həddi hududundan çıxmışdı. Əlbəttə, əsl dastanda bu var ki, bu cib Davudun vabına uğramışdı. Xob, vaxtı ki, sarıqdır, sarıqı vurmazlar. Deyir, bunu eşitdi, bir rahat nəfəs zəhdi. İndi başa düşdük qəziyə nə qədərdandır. Xob, indi deyir ki, bir dədə bu cür vardı xanəqah olur, vardı cərgəyə ustadan olur, elə ciy verirlər. Necə bu ustad qramerə ciy verən kimi. İndi olaraq deyir, pəzira آمدن سخن باطل در دل باطلان. Deyir, batil adamı gərək öz dili ilə özünə səriyəsən. Yəni, ustadlar gahdan gərək bəzi əfrada gərəsən məntiq deyəsən, fəlsəfə deyəsən, düzgün istidlal eləyəsən, o yeyinə getməz. Görürsən, sən çox zəhmət çəksən, az nəticə alırsan. Tərəf ki, burada özün nə fəhm eləyə, vurdu o yola, sən də ki, o yolundan vardılasan. Elə burada bunu, bu şiqanı oldu, deyir ki, əmr. Hatta bu fəlsəfə dedim da ki, bu əmrin o babı hardan gəlib? Bu zərəbə hardan gəlib? Deyir, düşünməyəni elə ki, öz dili ilə vardılasan. Kəllimin nası əla qədri qul. Bəli, kəllimin nası əla qədri. گفت اینچ راست پذرفتم به جان o ki şahit idi, aha indi rahatlaşdı. İndi ürəyim gəldi yemə. Deyir, hə, sən öləsən.
o qiyumənin içində də orada o şahidin sözü qutuldu ha. Gofت اینک راست پذیرفتم به جان. Dedi ustad Allah'ın arması. Şimdi xiyalım rahat oldu. کج نماید راست در پیش کژان. Bu Moğlav'ın öz sözüdür. Nəticəli. Deyiş bilirsiniz da ciclərin zehnində gicilərlə vaxtı siz danışasınız gərək qələt söz deyəsən, yalan deyəsən ta bunun yerinə düşər. Mütevassıt olur. Hə. Düz söz desən bu Kanmaz. qanmayacaq. Çəkələt deyəsən ta mütəvəssir olar. Necə ki bu ustad burada yalandan demişdi daha ki əmri bilən baba uğramışdı. Əmri uğramamış ki. Gər begoyi əhvəli ra. Moğlavi Məsnevidə neçə dəfə bu şəkildən istifadə eləyib. توفیق Qəbl az ki bunu ərz eləyəm, Moğlavi bir misal böyle çox ali Məsnevidə oxumuşuq, elə Bahamidə oxumuşuq. Yazılat üstə dəftər əvvəldədir. Ki bir nəfər Doğru. Rogan Furuş'un bir şahidi varmış, Lutsumuş. Çeriymiş. Bir şey kişi cüremiş. Ustadı diyor ki şahidine ol, git o bir sotaqdan, mesela o kefesinden o şişeni ya o şişe rohanı gətir. Mehmet Ağaca. O da gəli qeydi, gətirmir. Diyor ustad hansını gətirim? Sağdakın, soldakın. Diyor o, orada bir dənə şüşə var. Ged o bir dənə şüşəni gətir. Gəli, iki dənə görürük. Diyor baba ustad, yadından çıxıb. Orada iki şüşə var. Mənə deyəcəm hansını gətirim? Diyor ged o, birini sındır, o birisini gətir. O da gediyor onu sındırır ki birini gətir. Sındır, iki dənə görürük, ikisi də yox oldu. Gəli deyir ki, ah be iki dənə şüşə var idi. İndi mən birini sındırdım, ikisi də getdi. Moğlavi istəyir deyək ki, onlar ki kəzəndişdilər. Məğzilərinin, ruhlarının gözü lutsdur. Həqaiqi bu cür pərtopələr görürlər. Çeri tersin görürler. Çeri tərsin görürlər. Bir daha Bəli. çıkar çeri. İndi onata ayrı misal vurur. İndi Rogan Furuşun əvvəl ayrı misal. Misal dəyişib. Gər beguyi əhvəli ra məh yekiz. Məh yəni ma, kurey ma. İndi deyəsən ki, göydə bir dənə ay var. O da lutsdur. Quyədət in do est. Diqqət edin ha. Onu oxuyan mıydım o? Tez oxumadım ki, dayandım, düz oxudum. In do esto der vəhdət şəkiz. Deyir baba, ay iki dənədir. Bir dənəliyində şəkki var. Ay iki dənədir. Ver bəru xəndət kəsi Quyət do est. Əgər bir nəfər bu əhvələ, lütsa gülə deyək ki, baba, sən niyə belə dedin? Deyir, o qeydən ləzələ. Deyək ki, yox, iki dənədir. Quyət do est. Rast. Ya bir aryadan gələ, o əhvələ deyək ki, ay iki dənədir. Rast darət. O onun sözünü təyid elər. این سزای بدخو است. Deyib bir nəfəri ki, sən desən, ay bir dənə də qəbul eləməz, amma desən iki dənə də qəbul elə. Eləcə onun o ki, yalan deyəsən. Ne kabul et? Çünki bu səfehdir. Bədxu yəni səfehdir. Elə səfeh ilə gəl öz dilicə danışasan. Sən gələsən ona fəlsəfə məntiq deyəsən, sabit eləyəsən, nə bilirəm, deyəsən ki, mən sənə dürbün gətireyim, nə bilirəm, teleskop gətireyim, elə o teleskopu da bərəs görəcək. Bənabəri elə dinəsən deyən düzdür. Bər duruğan cəm mi ayət duruq. Lil xəbisat el xəbisinə zəd furuq. Bu da bir tuğlanı bir bəhsidir. Kur'an'da
یه ayemiz var Sure Nur'da ki onu müteessifane əğləb və müfəssilə qələt başa düşüblər. Kur'an'da Sure Nur'da o zina bəhsində cəlib bir ayə var. Buyurur ki El-xabisatu lil-xabisin və təyyibinə lil-təyyibat. Bilənçi bir ayəmiz var. El-xabisatu lil-xabisin vəl-xabisuna lil-xabisin. Zina bəhsindədir. Bundan əğləb qələt istifadə ediblər. Hətta böyük müfəssirlər ki, ad verməyəm o müfəssirlərə ki, etimad-ı səlbələr bu nəticəni alıblar ki, zina bəhsində zina eləyən kişini zina eləyən kişilərə xəbisin deyib, xəbisin. Zina eləyən xanımlara xəbisat deyib. Deyir ki, xəbisat yəni pis adamlar. Yəni zinakarlar. Onlar ki, zina eləmirlər, onlar deyib təyyibat. Xoş. İndi Kur'an bu zina bəhsində ki, deyib bu zinakara aparar 100 zərbə şallaq vurun və indi mən bunda tuyo parantez. Antiparantez, xaric az parantez olun. Tuyo parantez deyim ki, bu ki, indi fikirdə, qanunumuzda var ki, əgər zina eləyənin həmsər olsa, onu bir şəraitdə hatta öldürərlər, rəzm elərlər. O Kur'an'da yoktur. Kur'an'da yoktur ki zinakar öldüğü. Kur'an'da bu elə 105 Allah vurur. Bunu bu bahis oldu ki bu məsələndə ərz eləyəm. Tevrat'da var zinakarı məxsən həmsər olsa rəzm eləyin. Böyle Kur'an'da yoktu. Böyle bizim fikrimizde var, kanunumuzda da var. Elə kanunumuzda da, İslam'da da var. Yaxşı, indi o bəhsin içində bu cümləni yazıbdı Kur'an. El-xabisatu lil-xabisi. Bundan nə istifadə ediblər? Bundan bu istifadə ediblər ki, indi bir dənə xanım zina elədi, ağa zina elədi. Həmsəri də yoxdur, mücərrətdir. Mücərrət adam zina eləsə, onun cürmü mənə 100 zərbə şallaq, yaxşı vurduq. Sonra deyir ki, da fikirdə yazıblar, təfsirlədə yazıblar. Sonra da qoymayın ki, zina eləməyən adamla bula izdivac eləsinlər. Bu əfrad ki zina elədilər və bunlar tənbih oldular, bunlar da salim adamlar almasınlar, izdivac eləməsinlər. Bunlarla bəs necə olsun? Deyib, bu da bax, Kur'an deyib ki, bu xanım ki zina elədi, kötəhiyydi, bununla o adam izdivac eləsin ki, zina eləyib kötəhiyyid. Xəbis. Niyə? Niyə bu söz deyirsən? Deyib, bu da bax, Kur'an deyib ki, El-xabisatu lil-xabisin. Zinakar xanımlar ki kötəhiyyiblər, həmsərlərdə yoxdur. Mücərrəd idilər, zina eliblər. Onlar kimlə izdivac eləyəcəklər? Xəbis adamlarla. Xəbislər kimdir? Zina eləmişinlə. Yəni, bunun məfhum budur ki, o adam ki zina eləməyib da ki, zinakar almasın. Belki de soğuşa da aldı. Bəli? Soğuşa ki siz bu iş görmüşsünüz, izdivac ediyor. Yani tahkik edecek o. Baba, bir səlsəfə Mahalleden soğuşa. sözlə qələtdir, əslən düz deyil. Bu ayənin düz mənası budur bax. Düz mənası. Deyir ki, zina eləyənlər bir-birinin həmfikirdirlər zina elirlər. Və illa zina olmaz ki. Onda olar təcavüz. Yəni iki nəfər bir-birlə təvafuqa yetişiblər. İkisi də istəyirlər qələt yol getsinlər. Və onlar iqdam və zina elərlər. Nəinki dəstur verər gedin və onda cəmə necə olar? İndi bir nəfər zina eləyib, gəlib, məsələn,
tövbə eləyəcək və hər yerdə yazacaq, mən zina eləmişdim, tövbə eləmişəm, gəl məndən kim onunla izdivac elə. Camiənin şəkli nəməyə təbdil olar. Yəni واقعا Qur'anın çox yeri bu cür doçarı bədfəhmi olub ha. Xoş. İndi bir Mevlevi özü o fikrədir. Deyir ki, bu ki məşhurdur fiqhdə. Mevlevi istifadə edir. Deyir bu ki məşhurdur, zinakarı verin zinakara. Burada elə yəni səfeh adamla səfeh bərxurd elə. Bu təlim və tərbiyyət Mevlana'dır. Yəni bəzi əfradı sərməsən məfhum budur. İş yerinə getməz. Buyur fərmaş. Ben şimdi ben istediğim bunu bir kelimede öz düşündüğümü diyeyim ki ondan siz ihtimalen tevafuk ediyorsunuz. Ayrı yerlerde necədir ki ahən ruba ahəni cəzbələr. Bunlar biri-birinin üçün şinaxtıları var. Əslində həm fikirdirlər bir-birinə. Yaxşı anten kimi bərxurd edirlər, yəni cəzb edirlər. Bəli. Qəblən də bunu ayrı yerdə oxumuşdum. Ki mən bir dənə nümunə ərz edirəm. Mənim bir dostum vardı. Deyərdi ki, mən Nisviratdan ta Abrəsənəcə 3-4 dənə görürəm bunlardan. Çünki əhli karıdır. Bəli. Deyim mən adı da qeybəlidir. Deyim Bəli. qeybəli mən 5000 dəfə buradan gəp çəkmişəm. Mən bir dənə görməmişəm. Çünki əhli kar dərdi. Mən düşündüyüm budur. Bəli. Bazı məzərət burada o dayanacaq. Çox bəşlə. Burada istədiyi ki, bir nəfər özünü burada düşünməməzliyə, onunla o usulü, məntiqi ilə bərxurd eləməz, zərər səsəsə. Öz dili ilə şeylə. Öz dili ilə bu. O ayrı, o fərmaşın düzdür ki, əfrad bir-birini tapar. Bu ayrı bəhsidir. Burada istədiyi ki, bu ki, baba özün burada düşünməməzliyə, sən deyirsən ki, bu dastanda gülünəm, pərvanə, ne bilirəm, şəm belə danışdı. O istədi ki, verə özün burada düşünməməzliyə, onu bir cülünə səri geç bu. Çünki bu səfehdir, onunla gərək səfeh bərxurd eləyəsən. Səfeh bərxurd edirsən, yəni məntiqi bərxurd yox. Ona görə sən soğra və kobra və ne bilirəm, nəticə verməz. Çox bəşlə. Xoş, qutulduq da. İki beyti bir də xuyaq. Bər duruğan cəmi ayət duruq. Deyir, onlar ki, yalandılar, qələt məsidədilər. Elə onların dövrəsinə gərək qələt dairə çəkəsən. Məntiqi dairəni çəksən, onlar vurub xərablarlar. Türkdə deyirlər ki, Öz dilindən danış. öz dili ilə danış. Ya çətdilən bir istilah var, mən çox bunu işlədərəm. Deyir ki, çox məzəsiyəm. Qoduğa qəşov çəksən, bu vurar dağda. Qəşov, yəni masaj vermək, bu məsələn böyük atınçıdır, o böyük ulancıdır. O qoduqdur, o təmin eləyə bilmir. Onca öz dili ilə, özündən çıxar. Bu onu deyir. Leyli xəbisatə, yəni qoduq, leyli xəbisinə, onca rəvişi qoduğana ola. Zəd furuq, yəni bu behterdir, bu əməl. Zəd furuq, yəni bu dərdir, dərmanı budur. Təsəvvür ediyorum. Düz təsəvvür eləyəmiz, sualif deyil. Yoxsa, axir beyt. دل فراخان را بود دست فراخ چشم کوران را اثار سنجلاق deyir, onlar ki, ürəklər açıqdır, sinələr vəsidir, vüsət nəzərdən bərxurdardılar. Xoş, orada adamın əli açıqdır. Orada adam rahatlığı ilə danışa bilər. Amma bəzi əfrad bircüdür ki, adam olayanda diskini danışsın. Deyir ki, nə pis tərbiyələr. İndi misal verirsən, gedər arıya yorar. Ya məsələn, götürər, deyər ki, hə, bu dindən çıxıb, bu məzhəbdən çıxıb. Biləxərə bir töhmət vurar da, nisbət vurar. Bu misələn mənası budur. Dil fəraxan ra بود دست فراخ çeşm kuran ra esar səncar. Amma onlara ki, özdən vurublar çeşmi kurluğa, yəni kurdelliyə. Çeşmi kuran, yəni kurdelliyə. Elə onları ki, ötüyəsən səncilağa, onu aparasan, qəşək şostə, rofdə, qəşək asfaltı yerdə qoysan, onlar elə həman, elə bir şey, qoduğa qəşək çəksin. Xoş, bəşlərsiz də.
Bu miqdar bəsidir. Əssalamu aleykum və rəhmətullah və bərəkətuh. Çox oldu da, bəşliyin.